Mərkəzindən oyuna başlayırlar. Royal Nəcəfov və Royal Nəcəfov elə o dəqiqə topu sol cinaha tərəf ötürdü. Ancaq orada Neftçinin müdafiəçisi topu Xatırlayırsansa Elnur, keçən oyunda da Moyek komandası məhz belə taktika ilə başlamışdı. Mərkəzdən top Moyek komandasının futbolçuları qarşısını kəsirlər, amma Araz Abdullayev yenə də topladı. Araz Abdullayev qapı qarşısına təhlükəli ötürmə verilmişdi və son anda Moyekin müdafiəçisi topu meydandan çıxardı. İlk təhlükəli vəziyyət demək olar ki, Bayram Kərimov idi bu Araz Abdullayevin ötürməsi. Epizodun təkrarını izləyirik və son anda müdafiəçi Bayram Kərimov təhlükənin son. Zərbə ilə Neftçi futbolçuları topu oyuna daxil edirlər. Qapı qarşısı ötürmə. çox təhlükəli epizod, amma Kavve bu epizodda topu qapıdan keçirə bilmədi. Rəhman Hacıyevin ötürməsindən sonra. Qapıya zərbə endirmişdi Kavve, ancaq ona görə də Kavve üçün çərçivə dəqiq zərbə endirmək çətin oldu. Qeyd etmək istəyirəm ki, Elnur bugün Neftçi komandasının azarkeşləri və yenidən top Ağaseyid Qasımova qayıdır. Vaxt var idi, Mərkəzi Ordu İdman klubu hətta yüksək liqada oynayırdı. Gəlin Neftçinin bu hücumunu izləyək. Qayda pozulmuşdu. Jaro Rodriguez qaydanı pozmuşdu. Hətta Neftçi ilə başqa hərbiçilərin həmin vaxtlar Zavur Tağzadə bir müddət bu komandanın heyətində çıxış etdi. Ruslan və indi Məhəmməd Qurbanov topladı. Məhəmməd Qurbanov zərbə indirir qapıya, amma Ağaseyid Qasımov. Ağaseyid Qasımov düzgün mövqe seçdi. Özünü göstərə bir daha bizə təqdim olunub. Çox gözəl ötürmə və bizim CBC Sport Kuboku turnirində də bu cür hərəkətləri reallaşdırmaq mümkündür. Moyekin hücumu, top meydançası istiqamətə ötürülür. Qapıya zərbə olacaqmı? Royal Nəcəfov və gol! Hesab açılır. Royal Nəcəfovun qolu oyunun 19-cu dəqiqəsi Mərkəzi Ordu İdman klubunun gözlənilməz hücumu dəqiq zərbə ilə yekunlaşır. Və bir daha biz qolun təkrarını izləyirik. Ancaq ikinci dönüşündə xatırlayırsansa Murad o qədər də yaxşı tərəfdən özünü göstərə bilmədi Kanales və qısa vaxt ərzində sonradan komandadan ayrıldı. Hətta Krili Sovetova yollanmışdı. Orada da möhkəmlənə bilmədi və Rusiya klubunu da tərk etdi Nikolas Kanales. Kanales ikinci dəfə Neftçiyə qaydanda Paragvayan Kolakov öz cərbə meydançasındadır. Sadəcə Rəhmanın qapı qarşı ötürməsi və oyundan kənar vəziyyət yox idi, ancaq başla qapıya zərbə dəqiq alınmır. Jaro Rodriguez başla qapıya zərbə vurdu, ancaq zərbəsi istənilən kimi olmadı. Hələ ki, göylə ötürmələr, yəni hava ötürmələri mənim üçün maraq doğurur ki, Ağaseyid Qasımov bu zaman özünü necə hiss edəcək, həmin toplara necə çıxacaq qapçı kimi. Çünki Araz topladı, sol cinaha ötürmə verdi və sol cinahdan indi Aylton hücuma qoşulur. Aylton qapı qarşısına ötürmə başla. Məhəmməd Qurbanov! Top qapıdan aralı keçir. Çox yaxşı bir hücum təşkil etdi Neftçi. Əla bir kombinasiyaydı və sol cinahdan xüsusən Ayltonun ötürməsini qeyd etmək lazımdır. Zərbəsindən sonra, bəli, epizodun təkrarına da baxırıq. Aylton ötürməsindən sonra Məhəmməd Qurbanov burada topa başla zərbə indirdi və top qapının bir neçə santimetrliyindən keçdi. Bəli. Hərbiçilərdə qalır, irəliyə ötürmə vermək olar. Görək ki, Moyekin növbəti hücumu Royal Nəcəfov çıxır. Qapıya zərbə nəfər keçir. 2-0 ola bilərdi hesab. Qapı tiri bu dəfə Neftçini qoldan xilas etdi. Royal Nəcəfov həftənin adamı olmağa yaxın idi bu epizodda. Cərimə meydançasında Neftçinin uca boy müdafiəçiləri də var. Görək ki, qapı qarşısına ötürmə başla qapıya zərbə. Aylton zərbəsi və top qapının üstünə keçir. Artıq 40-cı dəqiqə gedir oyunda. Başı çatmasına 5 dəqiqə qalıb. Hələ ki Moyek 1-0 öndədir Neftçi ilə qarşılaşmada. Neftçinin bərabərlik qolu vurmaq üçün daha bir dəqiqə vaxtı var. Məhəmməd Qurbanov istiqamətinə ötürmə. Yox, Moyek müdafiəçiləri Kavve uzaqdan qapıya zərbə və top 9-7. Kavve'dən çox gözəl bir qol və burada Ağaseyid Qasımov yox. Kim olur olsun, əlbəttə ki bu topu geri qaytarmaq mümkün deyildi. Kavve'nin gözəl qolu artıq 45-ci dəqiqədə hesab bərabərləşir. Bəli, əlavə olmuş bir dəqiqədə sən dediyin kimi Neftçi komandası hesabı bərabərləşdirdi. Kavve çox gözəl qola imza atdı. Düşünürəm ki, bu turnirdə ən gözəl qollardan biridir. Bu saxlamadan 9-la göndərir və əlbəttə ki Ağaseyid Qasımovu da bu epizoda görə günahlandırma olmaz. Və yenidən Araz Abdullayev topu qəbul edir. Araz, Kavve, Araz cərimə meydançasına daxil olur, amma belə yox. Rafael Qəvami, amma top yenidən Rəhman Hacıyevdədir. Rəhman Hacıyev zərbə indirdi, mən belə düşünürəm qapıya, amma Ruzi qiyaslı.
Daha doğrusu üzr istəyirəm, bu Neftçinin qapıçısı yox, Aseyid Qasımov idi. Epizodun Qapıdan- təkrarına baxaq. Zərbə ilə topu oyuna daxil edəcək. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Rəhman Hacıyev əlinə imkan düşən kimi qapıya zərbə vurdu. Ancaq canlı sədd qurdu, çünki yaxın küncə də zərbə vura bilər Araz Abdullayev. Və Araz birbaşa qapıya zərbə. Topu geri qaytarır Aseyid Qasımov. Doğrudan zərbə endirəcək. Baxırıq epizodun təkrarına və düzgün mövqe tutmuşdu. Burada oyundan kənar vəziyyət də var idi. Rəhman qapı qarşısına ötürülür. Top başla qapıya zərbə, amma top qapının üstündən keçir. Oynayırlar. Jairo və Ailton'u qeyd etmək lazımdır. Jairo artıq 3-cü ya 4-cü səhv eləmirəmsə epizoddur ki, İrəli oynayır. Anyeta. Anyeta cərmədə açasına daxil oldu. Anyeta'nın qapıya Zərbəsi. zərbəsi. Top toru yandan silkələyir. Təhlükəli bir hücum oldu. Neftçi komandasının hücumu. Oyunun 76-cı dəqiqəsində. Şərait yaratdı, belə deyil. Rəhman Hacıyev. 4 futbolçudan ibarət canlı sədd qrup. Görək Ailton'un zərbəsi necə alınacaq. Hakim işarəsini verdi. Ailton'un qapıya zərbəsi və yumruğu ilə Aseyid Qasımov gözəl sıçrayışla topu meydandan çıxardı. 5 dəqiqə qərar verir. Hakim bildirir ki, topu oyuna gəlin baxaq. Bu heç bu Ailton'un bir qədər əvvəlki cərimə zərbəsidir. Ancaq Araz Abdullayev yan xəta hakimi ilə mübahisə edir. Neftçi futbolçuları hələ ki topa nəzarət edirlər və sağ cana top ötürülür. Sağ canada Araz Abdullayev qapı qarşısı onun ötürməsi, başlı qapıya zərbə və son saniyələrə qədər artıq Moik davam gətirə bilmədi. Anyeta Neftçi demək olar ki artıq qələbə qolunu vurdu. Anyeta'nın qolu oyunun təkrarını izləyirik. Araz Abdullayev sağ candan qapı qarşısına ötürmə və başlı qapıya dəqiq zərbə vuran futbolçu Anyeta olur. Moik bugün sensasiya edə bilərdi, Neftçidən xal ala bilərdi, ancaq görüşün sonlarında hər halda Anyeta oyunda. Hakim görüşü başa vurur. Ziya Nəsirov, Neftçi, CBC Sport.